Sumqayıt şəhərində vətəndaş məmnunluğunun artırılması və əhalinin müraciətlərinin yerində dinlənilməsi məqsədi ilə davamlı olaraq səyyar qəbul görüşlər təşkil olunur. Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun növbəti görüşü şəhərin 1-ci məhəlləsində keçirilib. Səyyar qəbulda Sumqayıt şəhər icra hakimiyyətinin məsul əməkdaşları, müvafiq idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları iştirak ediblər. Görüş zamanı şəhər rəhbəri vətəndaşların müraciətlərini fərdi qaydada dinləyib, sosial müdafiə, məişət şəraiti, kommunal xidmətlər, yol və infrastrukturla bağlı qaldırılan məsələlər qeydə alınıb. Müraciətlərin bir hissəsi yerində operativ həllini tapıb, araşdırma tələb edən məsələlər üzrə isə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyatı qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib. Zakir Fərəcov qəbul zamanı Sumqayıt şəhərində aparılan abadlıq və quruculuq işləri, yol nəqliyyat infrastrukturunun yenilənməsi, kommunal xidmətlərin keyfiyyətinin artırılması, yaşayış məhəllələrinin mərhələli şəkildə yenidən qurulması və əhalinin sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələr barədə sakinlərə ətraflı məlumat verib. Qeyd olunub ki, bu istiqamətdə həyata keçirilən tədbirlər ardıcıl və planlı şəkildə davam etdiriləcək. Görüşdə iştirak edən sakinlər son illər Sumqayıt şəhərində həyata keçirilən geniş miqyaslı yenidən qurma və abadlıq işlərini yüksək dəyərləndirərək vətəndaş müraciətlərinə çevik və həssas münasibətə görə şəhər rəhbərliyinə təşəkkürlərini bildiriblər. Elvin Qudratov, Şəmistan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.